yazır ki, siz xanəndəsiniz, yoxsa alim? Bəşər xilqətinin ağıl zirvəsində, Everest zirvəsində dayanan bir şəxs var. Ulu Peyğəmbərimiz Həzrət Əleyhisselam Məhəmməd. Onun kəlamlarını öyrənməyə bizim cəmiyyətin, bizim xalqın ehtiyacı var, mənim əzlərim. Mən Misir müəllimi çox sevirəm. Təhsil nazirini. Onun ağılını, kamalını, danışığını, mənəviyyatını, məntiqini çox sevirəm. Amma mənim bir arzum olardı ona qarşı. Gəlin məktəblərimizin qarşısında belə bir şuar yazaq. Beşikdən qəbrə qədər öyrənmək. Biz niyə Leninin kəlamlarını deyə bilirdik? Oxumaq, oxumaq, yenə də oxumaq. Oxumaq, oxumaq, yenə də oxumaq. Descartes müstəvisində x, y oxunu çəksən, sıfır həddindən, müəyyən bir həddən sonra başlayır. Amma Həzrət Əleyhisselam Peyğəmbərin kəlamı sıfırdan başlayır. Niyə biz sıfırdan ömür həddinin axırına qədər hesaplamayaq? Alimlik də buradan başlayır. Alim